na festa do fim de semana. Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dostlar, dedim bu günləri bilirsiniz, bundan qabaq bunun hem Real Madrid hem de Barcelona versiyonu çəkmişdi. Dedim indi yarısını kəsək. Yarısı Real Madrid, yarısı Barcelona olsun. Bir de dostlar, üzr sayın, biraz kripəm. Yəni halım yoxdur danışmağa, video çəkmək falan. Güclə toparlamışam özümü. Yəni gəlib oturup bir video çəkməyə çalışıram da indi. Ona görə üzr sayın dostlar. Bəzi yerlərdə danışmaya bilərəm çünki halım yoxdur heç. Nəysə dostlar, üzünüz başa düşdünüz də. Sol tərəf Real Madrid, sağ tərəf Barcelona, iki böyük bir klub. Bunları birləşdirmişik. Görək oyunda nə olacaq, keçək oyuna. Bəli dostlar, rəqib gəldi. Görək kimdir. 2172 Nahid Azə. Deyəsən Nahid Azə, Azərbaycanlıdır. Formalar qəşəng. Heç kim aşağı baxmır, elə belə də başlayacağım. Rəqibə də baxaq. Rəqibin də kadrosu qəşəngdir, 106 Forlan falan. Qəşəng kadrosu var. Silvestri nə müdafiədədir bilmirəm. Oyunda biləcəyik. Bir də yedəklərə də 4 Real Madridli, 4 Barcelona oyuncu almışam. Qalanı da fərqli-fərqlidir. Qapıcını da bu arada başqa, yəni nə Real, nə Barcelona olan oyuncudan qoymamışam ki, haqsızlıq olmasın. Qapıcını tamam fərqlidir. Milan qapıcıdır, Maignan onu qoymuşam ki, fərqli olsun. Çünki 11 nəfərdə, 11 nəfərlə tək kişiyə bölüm mən. Görək nə olacaq. Bizim stadiondayıq, ağzına kimi də oldu və başladı oyunumuz. Aldılar topu ayağımızdan. Alvaro Carreras, Maignan. Bu horoşdur. Bir tərəfdə Messi, bir tərəfdə Ronaldo. Qabağında qaldı. Gol sevinci verir. Qaytararıq yəqin ki. Qaytarmaq ümidi ilə oynayırıq. Kylian Mbappe. Sən gol sevinci eləmsən, biz də eləyək. Bizim üçün daha yaxşı oldu. Bir əli dostlar. Orada Robert Lewandowski vurmalıydı. Vura bilmədi. Gol sevincinə, gola belə sevinə bilmirəm. Yəni o qədər ölürəm, halım yoxdur. Qaçırdı axı orada, offside da deyil axı, dala düşdü. Mənə bildim dala qayıtsaydı atmayacaqdım. Gördüm dala qayıtmır, qaçır, ona görə attım pas. Nə bilim valla. Oha, onu çirkin pasıydı. Şut iptal eləmişdim orada. Forlan indirdi. David Beckham, qəşəng paslar var. Ronaldo. Mbappe'nin pası çox pis getdi. Sonradan görə bildim onu. İndirərsən Christensen, qoyma. Qəşəng. Bildiyiniz kimi Real'da da Barcelona'da bərabərə qalmışdıq. Birində 3-3, birində 1-1. Gəldi yana attı. 2-1 elədi hesabı.
Mənim en az heç halım yoxdur oynamağa. Bu dəqiqə heç o deyil. Necə oyundur? Yəni bu nədir? İnşallah qaytaracaq. Lewandowski bir dənə də şey elə də, bir dənə də şey bacar da, nə olar ki? Nə bilim valla. İndi bunda qapısı çıxıb tutacaq. Ronaldo. Dönəmrik. Dönə bilmir. Lewandowski. Robert Lewandowski. Qaytaracaq məncə inşallah. Orta kafa ilə qol atırıq. Günümüzə bax da. Nə olub? Bu nədir? Hamı yıxılır. Oyuncular da ölür. Ay, nə olub? Bu nədir? Oyun niyə belə oldu ki? Ver də, pası verdi Mbappe. Son saniyə momentumudur. Dostlar, gördüyünüz kimi biz baskılı oynamışıq təbii ki də. Amma yenə də oyundur, futboldur bu. 3-2 rəqibudur. Görə inşallah qaytaracaq. Bu oyunda 3-3 qutarsa da mən bu Real Barsa'ya deyəcək heç nəyim yoxdur. Silvestriyə bax, qoymur yaşayaq. Fermin Lopez artisti eləmə, normal pas ver də. Onsuz da verə bilmirsən elə pası, niyə eləyirsən ki? Hayda. Keçmir top. Messi, Lionel Andreas Messi. Havalı. Comeback geldi. Geri oyuncu değiştirək. Mbappe'nin yerine oyuncu almamışam. İkinci yarı girməyə. Mbappe oynayacaq. Onsuz da oynasın, etkisi olmamışdı oyuna. Bu ne la? O niye oyuncusu oradaydı ki? Qaqa niye böyle oldu ki Qaqa? Kaç Yamal. Alınmadı. Oyunu udmalıyıq. Bu oyunu udmalıyıq. Uf, çox pis alındı, çox pis alındı orta. Hücuma alaq takımı.
birini tut da, bax birini tut. Nə olar ki, birini tut. Yəni niyə belə eləyir? Bu Mayiqnanın, nə bilim mən. Yəni gələn bir dəfə topu tutmadı. Qapıya gələn bir dəfə topu tutmayıb Mayiqnan. Biraz da tez verərdin də, biraz tez verərdin, nə olar ki? Tüm adam əsəblərin oynular ya Allah haqqı. Onsa xəstəyəm, xəstə video çəkirəm. Bu da ki, normal oyun, girdim belə oyun oynamağa, heç olmasa bir dəfə də momentumu bizə ver də. Niyə yəni belə eləyirsən ki? Məcbur eləyir ya oyun. Dördü bitdi dostlar. Biz oynamışıq. Bax, momentum, bax, gördüyünüz bu momentumdur. 4 dəfə gəlib, 4 dəfə də qol atıb. Nə pas çoxdur, nə başarılı pas çoxdur, nə topla oynayıb, heç nə eləməyib. Eləcə gəlib ayağına düşüb tak vurub qol. Yəni adamı ancaq əsəb eləyər də, başqa heç nə demirəm mən. Özünüz görürsünüz ki, hər şey göz qabağındadır, oyunum da göz qabağındaydı. Dayanımdan artıq heç nə deməyəcəm mən. Nəysə dostlar, sağ olun, özünüzə yaxşı baxın, bay bay.